27 may 2026-cı il Güvən Nəşriyyatının 11-ci siniflər üçün keçirtdiyi sınaq imtahanı A variantı. Birinci sual. Cədvələ əsasən A, B, C, D ifadəsinin qiymətini tapın. Lipidlərin sintezi. Heyvan hüceyrələrində lipidlər hamar endoplazmatik şəbəkədə baş verir, sintez olunur və lipidlər bir membranlı orqanoidlərdir. A-nın qiyməti 1. Heyvan hüceyrələrində əsasən mitoxondriyada baş verir və mitoxondriya iki membranlı orqanoid olduğu üçün B-nin qiyməti 2-dir. Membran sayını çünki qeyd etməliyik. Jülal sintezi ribosomda baş verir və ribosom membransız orqanoiddir. C-nin qiyməti 0. Hüceyrə daxili həzm lizosomda baş verir və lizosom bir membranlı orqanoiddir. D-nin də qiyməti 1. Və hər birini toplayanda cəm edəcək 4. Onurğa sütunu olur, xeyr. Onurğalı heyvanların bütün nümayəndələrində kəllelilərdə olur onurğa sütunu. Onurğalı heyvanların bütün nümayəndələrində qan dövranı qapalıdır, düzdür. Xordalı heyvanların bəzi nümayəndələrində kəllə olmur, bəli, kəlləsizlər yarım tipi var. Üç variantlara çıxaq. Biri götürürük, ikini götürmürük. Cavab A variantı. 4-ü oxuyaq. Xordalı heyvanların hamısında xorda yalnız embrional dövrdə olur. Xeyr, bəzilərində ömrü boyu qalır. Yalnız embrional dövrdə olmur. Cavab 1-4. Fitoplanktonlar, zooplanktonlar və balıq su iti. Qida zəncirində produsentin tərkibində 500 min kilojoule enerji var. Bu halqadan digərinə maksimum enerji keçərsə, yəni 20%, yəni 5-də 1-i. Heyvan bədəni, onda bu enerjinin neçə kilojoule su iti tərəfindən istifadə olunar? 500-ün, 1000-in 5-də 1-ini tapaq birinci ilk öncə. 500 1000-in 5-də 1-i, 100 min. Daha sonra 100 mindən keçir, onun da 5-də 1-i edəcək 20 min. Sonra balığa keçəcək 20 minin 5-də 1-i. Qalacaq 4000 su itində. Deməli, su itinə maksimal enerji bir halqadan digər halqaya maksimal enerji keçdikdə su iti tərəfindən istifadə olunan enerji 4000 kilojoule olacaq. Bu biokimyəvi kriteridir. Biokimyəvi kriteri növləri zülalların və nuklein turşularının quruluşuna görə fərqləndirməyə imkan verən bir kriteridir. 5-ci bitkidə dişi kiçik beylər, erkək böyük beylər kimi qeyd olunub çarpazlaşmasından əmələ gələn zigot və endosperm. Zigot bilirik ki, yumurta hüceyrə ilə spermin çarpazlaşmasından əmələ gəlir. Burada da yumurta hüceyrə kiçik beydir, sperm də böyük beydir. Yəni böyük bey, kiçik bey olacaq zigot. Endosperm isə deməli mərkəzi hüceyrədir. Mərkəzi hüceyrədə olacaq BB. Çünki 2-indir. Yəni böyük bey yanında da olacaq 2 dənə kiçik beylər. Bu olacaq endosperm, amma bu böyük və kiçik bey olacaq zigot. Cavab Y variantı. Yəni yumurta hüceyrə tək bir dənə beydir, mərkəzi hüceyrə isə 2 beylərdir. Qrafikdə heyvan hüceyrələrində bəzi maddələrin miqdarının müəyyən zaman aralığında dəyişməsi göstərilmişdir. Deməli, qrafikə baxırıq. Birinci qrafikdə sərbəst amin turşu miqdarı azalıb zamandan asılı olaraq zülalların biosintezinin ikinci mərhələsidir. Təbii ki də translasiya baş verib deməli. İkinci qrafikdə sərbəst urasil nukleotidin miqdarı azalıb. Deməli, bu zülalın ilk mərhələsi transkripsiyadır. Translasiya. Timin nukleotidin miqdarı zamanın asılı qrafiki verib, sərbəst timin nukleotidinin burada da DNT-nin reduplikasiyası gedib, yəni ikiləşməsi. Variantı. 7-ci sual. İnsanda yuxarı ətrafının 2 növ sümük iliyi nəmayiş sümükləri bilavasitə birləşmə əmələ gətirmir. Bilavasitə birləşmə əmələ gətirmir. Yuxarı ətrafda bazomil dirsəkdir ki, hansı ki 2 növ sümük iliyi ilə 2 sümük iliyi var tərkibində və onlarda qarşılıq sümüklərlə bilavasitə birləşmə əmələ gətirməyən sümüklərdir. Bazomil və dirsək.
Cədvəldə X-in yerinə yazıla bilər. X elə bir heyvandır ki, ürək boşluğunda yalnız venöz qanı olur. Məsələn, bu balıqlara aid edə bilərik. Sürhə mərhələsi var, bəli. Barmaqlı ətraflarda yoxdur. Təbii ki də bu olacaq xanı balıq. 9-cu sual. Düzgün bəndi müəyyən edin. Bakteriyaların əksəriyyəti göbələklər kimi çox hüceyrəlidir. Xeyr, bir hüceyrəlidir. Əlverişsiz şəraitdə spora çevrilir. Göbələklər spora çevrilmir. Prokaryotdur, eukaryotdur göbələklər. Qeyri-üzvü birləşmələrdən üzvü birləşmələr sintez edir. Qeyri-üzvü göbələklər heterotrofdur, etməz. Heterotrof yolla qidalanır, bəli, Y variantı. Mayalanma prosesi qadın cinsiyyət sisteminə aid neçə ədəd orqanda baş verə bilər? Mayalanma prosesi borularda baş verdiyinə görə 2. Maksimum, yəni 2 ədəd orqanlarda baş verə bilər. 11-ci sual. Yetişmiş meyvə yanlığı qurudur. Aha, meyvə yanlığı qurudur. Bir toxumludur. Aid edə bilərəm toxumca meyvəni, 1-ə B-ni. Toxumca meyvəni və dən meyvəni. 2-də toxumları taycıqlardakı yuvalarda yerləşir. Bu paxla meyvə olacaq. 3-də də meyvə yanlığının divarı qatı daşlaşmışdır. Qatı daşlaşmışdır. Çərdik meyvədə. Cavab Y variantı. İnsanda fərdi inkişafın embrional dövründə olmur. Qamçılı hüceyrə. Kişi cinsiyyət sistemində qamçılı hüceyrə spermatozoidlərdə yaranıb. O da embrional dövrdə sonra yaranıb. Düzgün bəndi müəyyən edin. İnsanın böyrək arteriyaları ilə axan qanda karbon qazı, sidik cövhəri və oksigenin qatılığı. Böyrəyə gələn qanda sidik cövhərinin qatılığı çox olur. Yəni, axan qanda karbon qazının miqdarı, sidik cövhəri və oksigenin qatılığı 1-də azdır, 2-də sidik cövhəri çoxdur, oksigen də çoxdur. A variantı. 14-cü sual. Cədvəllər əsasən səhv bəndi müəyyən edin. Kartof Cənubi Amerika mərkəzi düzdür. Düyü Cənubi Asiya tropik mərkəzi düyü, bəli düzdür. Noxud Mərkəzi Amerika mərkəzi xeyr. Noxud da Aralıq dəniz mərkəzidir və paxla meyvədir, səhvdir. 3-cü. Kələm Aralıq dənizidir. Buğda da Cənubi Qərbi Asiyadır. Səhv olan 3 oldu. Yəni noxud. Noxud da mərkəzi Amerika mərkəzi deyil. Mənşə mərkəzi Aralıq dənizi mərkəzidir. 15-ci sual. Kəpənəyin fərdi inkişafına aid hansı mərhələ və ya mərhələlər xaslı örümçəyin fərdi inkişafında rast gəlinmir? Xaslı örümçəkdə biz bilirik ki, 2 və 3-cü mərhələ, yəni şürfə və pup mərhələsi olmur. D variantı. 16-cı sual. Ağciyərlərdən biri çıxarılan insanda, ümumiyyətlə insan kiçik qan dövranı bir damarda ağciyər kötüyü ilə başlayır və 4 damarlı sağ və sol ağciyər venoları ilə başa çatır. Yəni 2 sağ, 2 sol tərəfdən gəlir. Əgər ağciyərlərdən biri çıxarılıbsa, deməli kiçik qan dövranı 2 damarla başa çatacaq. 17-ci sual. Bir ailədə 3 müxtəlif yumurta əkizi, 2 qız, 1 oğlan dünyaya gəlmişdir. Qeyd edək, 2 qız, XX və 1 oğlan dünyaya gəlmişdir. Onların yaranmasında mayalanma prosesində bilavasitə iştirak edən qametlərdəki X 1, 2, 3, 4, 5, X. Deməli, 1-in qiyməti 5, 2-nin qiyməti Y1 ədəddir, gördüyümüz kimi. Və atosom xromosom. Deməli, hər qametdə 22 atosom olduğuna görə, burada da 6 ədəd olduğuna görə 6 vurarıq 22-yə, təparıq 132. 17 cavab B variantı. 18-ci sual. Bütün bədən səthi ilə suda həll olmuş oksigenlə tənəffüs edən bir hüceyrəli orqanizm. Pulmonari çox hüceyrəlidir, bir hüceyrəli orqanizm deyil. Malyariya paraziti və dizenteriya amöbüdə, anaerob mühitdə tənəffüs edəndir. Suda həll olmuş oksigenlə tənəffüs etmir. Cavab qaldı 2, 4 və 5. Ümumiyyətlə, çıxdaş üsulundan çox istifadə edə bilərsiniz. Daha az vaxtınızda qənaət etmiş olarsınız.
Burada zaten ben A planlarını çıxsaydım, 3 cavabım 2 variantda qalacaqdı və 2 ilə 5-lərə baxmasaydım, hər iki variantda da olduğu üçün Malyariya paraziti bilirəm ki, anaerob tənəffüs edir. Cədvələ əsasən X-in qiymətini tapın. Oksigen əmələ gətirən hüceyrələrin sayı 570-dir. Xloroplastlı əsas toxuma hüceyrələrinin sayı 430. Xloroplastlı əsas toxuma hüceyrələrin sayı, demək, bitkinin yarpağında sütunvari və süngərvari toxumalardır. Onların onları verib 430, süngərvari və sütunvari toxumalar 430-da, mən 570-dən 430-a çıxsam, qapayıcı hüceyrələri 140 taparam. Və hər bir ağızlığın 2 qapayıcı bu formada hüceyrəsi olduğuna görə 440-ı bölərəm 2-yə taparam, 70 ədəd ağızlıqları var imiş. Çünki X ağızlıqların sayı idi. 20. İnsandakı analizatorlarla bağlı düzgün fikri göstərin. Billur görmə analizatorunun birinci hissəsinə aiddir. Billur birinci hissəyə torluq işə aiddir. Billur xeyir. Qazanılmış yaxından görmə qüsurunun səbəbi göz almasının uzun soğumasıdır. Billurun qabarıqlığının artmasıdır. Göz almasının uzun soğuması deyil. Dildə qidanın yalnız dadını müəyyən edən deyil. Təzyiqdə var, dilimizdə hiss edirik, hansı ki hissiyatımız var, ağrı var, istinin soyuğu müəyyən edən reseptorlar var. C-də deyil. Daxili qulaqdakı dairəvi hissəciklər müvazinət duyğusunun əmələ gəlməsində iştirak edir. Bəli, bu doğru fikirdir. Eşitmə reseptorları yarımdairəvi kanallarda xeyr, ibizdə yerləşir. 21-ci sual. Yetkin erkək quş mamırında yetkin erkək qızdan fərqli olaraq zoğ olmur, xeyr, əlavə və yan kök ümumiyyətlə olmur mamırın. Əsas kök ümumiyyətlə mamırlarda olmur. Qamçılı hüceyrələr əmələ gələ bilər. Düzdür. Sporlar əmələ gələ bilər. Xeyr. İnsan asqaridi və tip zəlisi verib Eylervin diaqramına əsasən uyğunluğu müəyyən edək. Yetkin fərdi anaerob mühitdə yaşayır. Bu insan asqarididir. Anal dəliyi var. Hər ikisinin anal dəliyi var. 2-ni yazarım orta xüsusiyyət kimi. Qan damar sistemi yoxdur. Qan damar sistemi yoxdur insan asqaridinin. Sormazları var. Tip zəlisinin. Bədəni boğumludur tip zəlisinin. 1-ə getdi 1, 3, 2-yə 4, 5, 3-ə də 2. A variantı. Nöqtələrin yerinə uyğun gələn bədlərin düzgün ardıcıllığını müəyyən edin. Sinir toxumasının əksər hüceyrələrinin funksiyası qidalanma, müdafiə və dayaq funksiyası yerinə yetirir. Daha sonra qidalanma, müdafiə və dayaq biri yazarıq. Olan peyk hüceyrələridir. Bu hüceyrələrdə akson 1, 4, 6. Öz-özünə tozlanan diploid bir bitkidə yarpaq hüceyrələrin sayı X-dır. Səhv etmirəmsə, burada yaxşı görsənmir. Spermatozoidlərin sayı 11 idi. Deməli, yumurta hüceyrədə olacaq 11. Mərkəzi hüceyrə 2-ində olacaq 22. Yarpaq hüceyrəsi 2-in olduğuna görə olacaq 22. X, Y, Z-in cəmini istəyir. 22 plus 22, 44 plus 11 edəcək 55. Heyvani yağların həzmi insanın həzm kanalında verilmiş hissələrdən hansında baş verə bilməz? Hansında baş verə bilməz? Qida borusunda bəli baş verə bilməz. Ağız boşluğunda və udlaqda baş verə bilməz. 26-cı sual. Yalnız bir növ nuklein turşusuna malikdir. Yəni, yalnız bir dənə RNT-si olsun deyək. Tutaq ki, tütün mozaikası virusu RNT tərkiblidir. Bir də hepatit C virusu RNT tərkibli virusdur. 27-ci sual. Yetişmiş meyvə yanlığı qurudur. Aha, bir də toxumu birləpəlidir və yetişmiş meyvə yanlığı qurudur. Bu qarğıdalı olacaq. 2-də yetişmiş meyvə yanlığı yenə qurudur. Çiçəkləri 2 cinslidir. 2 cinsli çiçəklər burada dəybəngdə var. Daha sonra kəlləmdə var, xaççəklər vəsiləsindən olan. Çiçəkləri yenə 2 cinslidir. Toxumu birləpəlidir. Aha, birləpəli və 2 cinsli çiçəkləri olan. Burada inci çiçəyidir, birləpəlidir və çiçəkləri 2 cinslidir. Keçək situasiyaya. Situasiyanı yaxşı oxuya bilmirəm. Mənim biologiya dərsində onurğalı heyvanların baş beyninin quruluşunu və inkişaf səviyyəsinin
onların həyat fəaliyyəti ilə əlaqəsini izah edib. Daha sonra o üç müxtəlif onurğalı heyvanların yetkin fərdinə aid baş beyin şəkillərini şagirdlərə təqdim etdi. Birincidə baxan kimi biz bilirik ki, bu suda quruda yaşayanların baş beynidir. İkinci, beyinciyin üstü qırışlıdır, quşların baş beynidir. Üçüncü də Z-də məməlilərin baş beyni qeyd olunub. 28-ci sualda zaten səhv etmirəmsə, baş beyinlərinin onurğaların hansı sinifə aid olduğu canlılara məxsus olduğunu qeyd edin deyir. Birincidə X yazırıq. Suda quruda yaşayanlar, Y quşlar, Z məməlilər. 29-cu sualda bu sinifə aid olan canlıların xronoloji cədvələ əsasən ilk hansı erada? Deməli, suda quruda yaşayanlar paleozoy erasında ilk dəfə meydana çıxıb. Amma quşlarla məməlilər isə biz bilirik ki, mezozoy erasında, mezozoy erasında meydana çıxıb. Mezozoy, paleozoy. Canlılar verib şəkildə X-ə aid onurğalı X biz demişdik qurbağa ola bilər, suda quruda yaşayan, ürək boşluğunda qan növlərinin sayı 3 qan növü var. Qarışıq arterial venoz, A-nın qiyməti 3. Qazlar mübadiləsinin baş verdiyi orqan suda quruda yaşayanlarda ağciyərləri ilə dəri. Y isə quşların şəkli idi. Quşlarda 2 növ qan var. Qazlar mübadiləsinin baş verdiyi orqan isə təkcə ağciyərlərdir. Bacardığım qədər tez-tez izah etməyə çalışdım. Vaxtınızı çox almamaq üçün ümid edirəm ki, səhvim yoxdur. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.